G7 ölkələri İrandan nüvə silahının hazırlanmasından imtina olunmasını tələb edib. Məsələnin maraqlı tərəfi isə həmin ölkələrin özlərinin də nüvə texnologiyasından istifadə etməsidir. İndiki məqamda G7 ölkələrinin İrandan bunun əksini istəməsinin səbəbi nədir? Nüvə texnologiyasının Tehrana nə kimi faydalar ola bilər? Sujetdən biləcəyik. Böyük yedili ölkələrinin xarici siyasət qurumlarının rəhbərləri İrandan nüvə silahı yaratmaq planlarından əl çəkməyi tələb ediblər. Bu barədə onların Kanadanın Kvebek əyalətində keçirilən görüşün yekunlarına dair dərc olunmuş birgə bəyanatında deyilir. İran regionda qeyri-sabitliyin əsas mənbəyidir. Ona nüvə silahını hazırlamağa və ya malik olmağa imkan verilməməlidir. Bəyanatın mətnində deyilir. Qərbin indiki məqamda Tehranın nüvə texnologiyası əldə etmək istəyinə qarşı çıxması, İranın indiyədək etdiyi geosiyasi və hərbi həmlələr nəzərə alındıqda başa düşüləndir. Belə ki, Tehran rəhbərliyi nüvə silahına sahib olmasa belə mütəmadi olaraq yaxın şərqdə güc nümayiş etdirir. Eləcə də İran körfəzində gəmilərin keçidinə maneələr törədir. Bütün bunların fonunda Qərb İranın bir qədər də güclənməsini istəmir. Bir diğer husus ise küreseldir. Çünkü Basra Körfezi'nin en önemli ülkelerinden birisi pozisyonda olan İran sık sık Bab-ül-Mandeb Boğazı'nı kapatmakla da tehdit eden bir ülke konumundadır. Zira dünya enerji jeopolitiğinin en önemli havzası olan Basra Körfezi'ndeki bir İran'ın nükleer silaha sahip olması küresel enerji jeopolitiğini olumsuz etkileyeceği hesap edilmekte ve bu varsayımdan hareketle İran'ın nükleer silaha sahip olması istənməməkdir. Digər tərəfdən İranın nüvə silahı, dolayısıyla həmin texnologiyanı əldə etməsi Tehranın enerji, iqtisadi, eləcə də hərbi sahəsində böyük ölçüdə yüksəlməsinə səbəb ola bilər. Atom elektrik stansiyasının nüvə ilə işləyən dənizaltı təyyarə daşıyan gəmilərin yaradılması buna misal olar. Odur ki, Qərb İranın onlara rəqib ola biləcək səviyyədə inkişaf etməsini istəmir. G7 ölkələri İranın nüvə texnologiyasına sahib olmasını istəmir. Çünki nüvə texnologiyası özlüyündə böyük iqtisadi resurslara ehtiva edir və bu İranın iqtisadi inkişafına səbəb olacaqdır. Bu məqamda o enerji asılılığını müəyyən qədər azaldacaqdır neftdən və qazdan. İkinci məsələ burasındadır ki, nüvə texnologiyasına daha çox sahib olarsa İran, onda bölgədə daha çox silahlanma yarışı gedəcəkdir və bu da yeni münaqişələrin yaranması baxımından da təhlükəlidir. Həmçinin bu proseslərdə İranın əli də güclənə bilər. Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyi, Böyük Britaniya, Fransa, Amerika Birləşmiş Ştatları və daha 3 ölkənin İslam Respublikasında uranın zənginləşdirilməsi sürətinin artırılmasını müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi tələbini tənqid etmişdi. Tehran, Amerika Birləşmiş Ştatları və Avropa üçlüyünün İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə yanaşmasını düşmənçilik kimi qiymətləndirir.